Kesin arkaya. Ha. Azerbaycanski regiona. Zimone prоспект. Allah'ım oğlum adalet etme. Yemem. Sen de ne kadar? Çok var abi. Çünkü ne kadar boş yerim var seçmeye. Ne saat? Vay ne kadar. 3 saat var. Ay 3 saat tutup Ben telefonda 100 saatten sonra. Ne kadar? 100 saatten sonra. Sen Allah. Dedem 100 saat ne? Banan da bu getiren. Ha? Banandı bu. Yoksa şey fırma. Hadi beni bakın. Videoya bakalım. Bana bak gelmez oğlum. Bakın buraya göre. Hadi bakın o dışarıda. Sen videoda gelmedin, bu emin videoda bırakmışsın. Sen video koyarak tam şuraya koy. O çare eder çaresizler
Minün balaları, minün. Oldu burada, bir alıyor orada. Ha, bak orada. Yedektir ha. Ha. Ya Allah. Ha. Ha. Ha, ücret avtobüs geldi, düştü yol. Yoksa gözleyerdim Allah. Gelmek istedim de oydu. Hamdolsun Allah'a. Şeker, ne var ki? Yerim var. Allah razı olsun. Merhaba dede. Merhaba. Merhaba. Bunu kaçalım. Evet, kestiniz, evet, kestiniz.
bütün çıkarsa misafirler. Hele oradan bana. Aleyküm Gel bana gel. Allah gel buraya. Allah Mehmet yani. Sağ olasın haber alacağım ben. Bakanlara oyar. Dört nefessiz yürüyor, üstüme de. Hanım. Bir, iki, üç sefer edildim. Onu paylaşır ne olacak? Bir onu paylaşır. Alttan kavaldan gel. Altından yiyorsun ha. Kapınıyorsun, biraz kaç yiyorsun. Kapınıyorsun. Yalan yedim. Kaç kilo olsa olsun. Ha, indi bak bakalım. Allah kayalım. Amin.
Peygamber abi, peygambere salavat etsin. Bu mescidi inşa eyləyən, hacının cəm edənlərlə salavat. Allahümme. Allah razı Kim okuyacak Kur'an'ı? Ya bak aşağı buraya gelsene bak. Ya okumaktan yoksa. Sizden ne tercih? Emir olsun. Türk ne lan gök soktu. Birleme. Bu kim? Kata. Gel sebalanı. Sizler iyi kutluyorsunuz. Yani be. Ne demedi olanı be. Bu aktar abi. Bunlar kadar. Yarın durumlar. Bütün Kur'an ayetlerden, hadislerden de inşallah gezemezler bir kardeşimiz Kur'an'dan Kur'an ayet okusun. İnşallah bak çok teker. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يأسين صلى الله عليه وآله وسلم والقرآن الحكيم إنك لمن المرسلين على صراط مستقيم تنزيل العزيز الرحيم
لتنذر قوما ما أنذر آباؤهم فهم غافلون لقد حق القول على أكثرهم فهم لا يؤمنون. Burada olduğu gibi hansı ahli o ahli deyir ki, əxlaqı insanlığın qalxanı, elmi isə zahiliyə qarşı bir qılıncdır. Allah Teala Kur'an-ı Kerim'de Əhzab suresi 21. ayədə onları bizə örnek göstərir. Qələm suresi 4. ayədə Allah əhl-i beytin əxlaqını tərif edir. Əhzab suresi 6. ayə, İsra suresi 23. ayə Allah onlara bize şirin olan canımızdan da artık sevmeyi vacip verir. Əhzab suresi 56. ayədə isə Allah onlara, yani müqəddəs əhl-i salam göndərir. Bizə də salam göndərməyi vacip verir. Allah Teala Enbiya suresi 107. ayədə onları bize bir örnek, bir rahmet olarak gösterir. Benim indi bu dediklerim hamıdan ve ayələr haldandır. Müqəddəs Kur'an-ı Kerim'dir. Kur'an elə bir kitabdır ki, tədrisi vacib. Amma müəllimlərin müqəddəs əhl-i beyt. Əhl-i beyti sevən gərək müəllimlərini sevər. Əhl-i beyti sevən gərək vətənini sevər. Əhl-i beyti sevən gərək insanlarını sevər. Əhl-i beyti sevən gərək valideynlərini sevər. Və sevməklə yanaşı da bunu əxlaqı və əməli ilə sübut etməlidir. Əhl-i beyti sevən gərək elmli birisi olar. Amma əhl-i beyt sahiliyə qarşı bir qılıncı idi. Mevlamız Əleyhisselam buyurub ki, müəllimin hörməti valideynin hörməti qədərdir. Hamı da bilir ki, valideynin hörməti Kur'an'da vacibdir. Bunun heç bir əməl səbəbi olunmaz. Hətta namazdır. Əleyhisselam deyir, mənə bircə hərf öyrədənə, mən qul olarım. Deməli, Əleyhisselam müəllimin hörmətinin nə dərəcədə olduğunu göstərir. İndi müəllimlər də ömürləri boyu valideynlərimiz kimi bizə əziyyət çəkirlər. Onu deyə bilərik ki, bununla da müəllimlərin sevin şart günüdür. Və biz müəllimlərin qarşısında baş əyirik. Elə əhl-i beytin adı da müəllimdir də. Nafiq-i Kur'andır, danışan Kur'anlardır. Bütün bu dediğimiz hadisələr, əhvalatlar, bütün hədislər nədir? Əhl-i beytin yoludur. Bunların hamısı əhl-i beytin yoludur. Allah bizi əhl-i beyt yoluna yollarını etsin inşallah. Peyğəmbərə salavat. Salavat Peyğəmbər, Dali Peyğəmbər. Bu günləri İmam Aleyhisselamın doğum günüdür və biz elə bir şəxsdən danışacağıq ki, həm ilk imam, həm də Kəbədə ilk dəfə dünyaya göz atmış və Peyğəmbərdən sonra ilk müsəlman olan şəxsdir. İmam Aleyhisselam Fatimə Özgəsləmin əri və 12 imamın alasıdır, atasıdır. İmam Aleyhisselam haqqında anlatılan Kur'an-ı Kerimdə ayələr nazil etmişdir. Maide suresi 55. ayədə Allah Teala buyurmuşdur ki, sizin ihtiyar sahipleriniz Allah, onun peyğəmbəri və rükû halını vüsət verən şəxsdir. Rükû halını vüsət verən şəxs iki məqsəd tərəfindən də nəzr edilmişdir ki, İmam Aleyhisselam olmuşdur. İmam Aleyhisselam məsciddə olarkən ona yaxınlaşan bir dilənçiyə öz üzüyünü rükû halında bağışlamışdır. Və bunun özə Peyğəmbər onu öz vəlisi olarak etmişdir. Peyğəmbər Aleyhisselam tədrisində İmam Aleyhisselamın əlini göğe qaldırarak Allah mənim mevlamdır. Mən də müminlərin mevlasıyam. Mən kimin mevlasıyamsa bu əli də onun mevlasıdır. İlahi, əlini sevənizi ona düşman ayaqla düşman ol söyləmişdir. İmam Aleyhisselamın fəziləti çox böyükdür. İmam Aleyhisselamın da müəllimə Peyğəmbər olmuşdur. Və o qardaş buyurduğu kimi söyləmişdir ki, mən öz müəllimin qabağında baş əyirəm və onlara hər öyrətdiyini görürəm, ömrümüz boyunca borcluyuz. Peyğəmbər İmam Aleyhisselamın müəllimi olduğu üçün Peyğəmbərin də müəllimi Allah olmuşdur. Ona görə də biz həmişə ailə öz müəllimində hörmət göstərməliyik. Müəllimə valideyn gözlə baxmalıyıq. Peyğəmbər var, Peyğəmbərə gələk. Koy, gəldə eləsin, qoyda getsin. Buyuraq.
Peygamber ve Ali Peygamber'e bir salavat. Kimyanın bahanesi Sabbah İbn Heyyan'ın 2 may İmam Əhli mövludu kişilərlə də müəllimlərin bayramıdır. Müəllimlərin bayramı. 14 məsumdan tanışan Quranı da öyrədən müəllimlər olmuşdur. İlahi, bizə Əhl-i Beytin dinin və əxlaqını nəsb elə. Amin. Kimyanın bahanesi Sabbah İbn Heyyan'ın 6. imamı Səbə Sadiqin şagirdi idi. Peygamber ve Ali Peygamber'e bir salavat. Salavat Peygamber, Ali Peygamber. Hazret Ali Aleyhisselam buyurmuştur. Mənə bir məlif öyrədilmə qul olaraq. Bakma Eski onun müellimi Peygamber sallallahu aleyhi ve sellem olmuştur. Peygamber sallallahu aleyhi ve sellemin müellimi ise Allah iyidir. Deməli imam bu sözlə müəllimin dəyərini bilməsini göstərmək istəyir. İmam bir vərisə qul olursa, görün müəllim ömrünü neçə ilin bizə qurban verir. Biz müəllimlərimizin qarşısında baş əyir. Ona görə də müəllimlərimiz bizə el ödədir. Biz yazı yara bilməyəndə, kitab oxuya bilməyəndə müəllimlərimiz bizə yazı yazmağı, kitab oxumağı öyrətdir. Quran-ı Kərimdə Ənkəbut surəsinin 48-ci ayətində Allah Teala belə buyurmuşdur. Sən bu Qurandan öncə heç bir yazı yazmırsan və öz kitab oxumursan. Əgər belə olmasaydı, onda bazılar uyumlar sənin Peyğəmbərliyinə şək edədilər. Salavat Peyğəmbər olsun. Salavat Peyğəmbər olsun Peyğəmbərə. İsra surəsi 23-cü ayət. Və Rəbbim ondan başqasına ibadət etməməyinizi və ata-anaya yaxşılıq etməyinizi təsdiq etsinizdir. Əgər onlardan biri və ya hər ikisinin qarşısında qocalıq çağlarına yetişsələr, onların zəhmət yaxud kitab təbliğatçıları müqabilində onların hətta onlara üf demə, üstlərinə qışqırma, çabuk söz demə və onlara xoş söz de. 24-cü ayət. Və mehribanlıq yüzündə onların qarşısında tələbəkarlıq və çiçəgilik qanadı salva. Ey Rəbbim, körpəlikdə məni tərbiyə etmələrini müqabilində onların hər ikisinə rəhm etdir. Allah bizə Əhl-i Beytin və əxlaqın elmin nəsib eləsin ki, gözəl əxlaq elmi sağlar. Salavat Peyğəmbər olsun Peyğəmbər. Kimin sözü var, koy geçsin desin. Söz arzularını kim koyduğu onda biraz. Gülenki günü Hazret Erbil dünyaya geldiği gündür. O Kabe'de doğulur. Peygamberimizin kucağında gözünü açmıştır. İç gözü la ilahe illallah olmuştur. O 5 yaşından Peygamberin terbiyesi altında büyümüştür. Bugün bu yerde eli dünyaya gelir. Açıp gözleri Peygamber kucağında. Şimdi la ilahe illallah İslam'a gelir. Bugün bu yerde eli dünyaya gelir. Anası koymuş Heydar-ı Kerrar adam. Allah da vermiş öz adından uzatsın. Uzatsın o Allah'ın adı. Bugün bu yerde eli dünyaya gelir. Onun gelişi aleme izzet verir. Kəbəli bütülərdən o azzadə edir. Allah İslamı onunla kamil edir. Bugün bu yerdə əli dünyaya gəlir. İlahimdə Əhl-i Beytin əxlaqın və elmin nəsib elə. Amin. Elmə sahib olsan asanlıqsın ki, əxlaq onu tanırlayır. Elm sahibinin başına edilmiş 2 qınaqdır. Əhl-i Beytin əxlaqın qalxandır. Peyğəmbər Peyğəmbərə salavat. Bugün bu yerde Əli dünyaya gelir. Eşidir Cəbrail'in bu şət xəbəri. Yerdəkilər, göydəkilər bizdəkilər. Dedilər bugün Əli dünyaya gelir. Hirada eşitdi o şeytanın fəryadı.
Soruşdu bu nəsil ya Resulullah. Sen de benim kimi görmek istiyorsan, gelmişsen peygamber değilsen ölür. Peygambere kardeş hem devesi odur. 11 imam hem ümmet asası odur. Hayatı Zəhra, Zəhraya başladı odur. Bugün bu yerde Ali dünyaya gelir. Sonuncu benzese Kəbənin günündendir. Çəkmişəm həsrətim, güldüyüm gündən. Nəsib et bu minnəti, alma əlimdən. Alıb boynuna, rəhl elə bu gündən. Deyim bu yerdə Ali dünyaya gelir. Sözü qazaya tamamladı. Adam evlərimizdə məhzumda girdi. O gözəl şeydir. Bu da Kəbənin dilindəndir. Kəbə bilirsiniz ki, adamın gördüğündən var idi. Yani bu Allah sonu tutuqlarınızı ibadet etməli, Peyğəmbərdə bəhs olunur. Yani Kəbə dilindən ki, Kəbə buyurur ki, bəli, həsrətin çəkirdim mən. Ta ki, düşürdüyüm gündən ki, burada Əl-İslam dünyaya gələcək. Alma bu mühendislerin elinden, bu akıl süreci mühendislerinde gözden bir şey yapışma yapışıyız. Kəbənin dinlədi, axıncı. Çəkmişəm həsrətin, güldüyüm gündən. Nəsib et bu minnəti, alma əlimdən. Alıb qoynuna, fəxr elə bu gündən. Deyim bu yerdə Ali dünyaya gəlir. Allah'a müraciət edir, dilafələ bu niməti alma əlimdən. O Əli dünyaya gəlsin, mən də ta qiyamət fəxr edeyim ki, mənim evimdə, məndə dünyaya gəlir Əl-İslam. Bu, yeganə bəşərdən nəsib olan nimət, Mövlamız Əl-İslam olur. Buyursun. Umut. Salavat Peyğəmbər və Ali Peyğəmbər. Bir gün Həzrəti Əli məscidə daxil olur. İçəridə 2 qrup insanı müşahidə edir. Bir grup insan Kur'an okuyup ibadetle meşgul idi. O bir grup insan ise ilim öğrenirdiler. Hazreti Peygamber buyurdu. Ben müellim olarak Peygamber seçilmişim. Sonradan Hazreti Peygamber ilim öğrenip öğretenlerin yanında eğleşti. Hazreti Peygamber buyurmuştur. Müellimin hürmeti vacibin hürmeti kadardır. Salavat Peygamber'e koyuyor. Salavat Peygamber, Peygamber. Bəqərə surəsi 215. Səndən Allah yolunda xərcləmələrini soruşurlar ki, malın sözü mühüm deyil, mühüm odur ki, xərclədiyiniz mal, ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah'a ettiğiniz her bir yaxşı işi bilir. İlahimize Ehl-i Beyt'in əxlaqın və elmin nəsib edin. Allah Peygamber ağzı. Allah'ımma Muhammed ve Ali Muhammed. Kim bilir gelsin yakınlaşsın. Neresi olmasın? Bismillahirrahmanirrahim. Ben Hazreti Ali Aleyhisselam hakkında küçük bir mevzu söyleyeceğim. Hazreti Ali Aleyhisselam bir gün buyurmuştur. Mənə bir hərif öyrədənə qul olaram. Baxmayaraq